Salam. Bugün biz Azərbaycanın lisenziya və icazələr haqqında qanununun dərinliklərinə enirik. Gəlin bu mürəkkəb mövzunu bütün sahibkarlar üçün aydın bir yol xəritəsinə çevirək. Deməli, hər bir sahibkarın biznesə başlayanda ağlına gələn o kritik sual, mənə lisenziya lazımdır, yoxsa icazə? Bax bu sual var ya, elə bugün bu məsələyə bir dəfəlik aydınlıq gətirəcəyik. Sonda əmin olun ki, cavabı dəqiq biləcəksiniz. Yaxşı, mövzunu asanlaşdırmaq üçün hər şeyi 4 sadə mərhələyə bölmüşük. Əvvəlcə əsas fərqi, sonra sistemin prinsiplərini, müraciət prosesini və sonda da hüquq və vəzifələrinizi aydınlaşdıracağıq. Elə isə vaxt itirmədən başlayaq. Gəlin işə təməldən başlayaq. Bu iki sənəd arasındakı fərqi bilmək, bütün prosesi anlamaq üçün açar rolunu oynayır. Lisenziyanı belə düşünün, bu, böyük bir fəaliyyət sahəsi üçün verilən bir icazədir. Məsələn, özəl tip fəaliyyəti ilə məşğul olmaq istəyirsinizsə və ya bir təhsil müəssisəsi açmaq niyyətindəsinizsə, sizə lisenziya lazımdır. Yəni, ümumi bir çərçivədir. İcazə isə lisenziyadan fərqli olaraq daha konkretdir, daha spesifikdir. Bu, tək bir hərəkət üçündür. Məsələn, xaricdə müəyyən bir mal gətirmək üçün və ya konkret bir tikinti aparmaq üçün alınan sənəd, bax budur icazə. Baxın, bu çox vacib bir məqamdır. İşin bütün canı elə buradadır. Lisenziya şərtləri birbaşa qanunla müəyyən edilir. Yəni, qaydalar daha möhkəmdir, daha stabildir, sabah nə olacağını təxmin edə bilirsiniz. Amma icazələrdə vəziyyət biraz fərqlidir. Onlar həm qanunla, həm də digər normativ aktlarla tənzimlənir. Bu da o deməkdir ki, şərtlər daha tez dəyişə bilər. Bax, bu fərqi bilmək sizin üçün həyati əhəmiyyət daşıyır. İndi isə gəlin, bu sistem hansı fəlsəfə, hansı prinsiplər üzərində qurulub, ona baxaq. Bilin ki, bu prinsiplərin hamısı sahibkarı qorumaq və dəstəkləmək məqsədi daşıyır. Qanunun 10-cu maddəsi demək olar ki, bütün sistemin təməl prinsiplərini sadalayır. Biz isə bunlardan sizin gündəlik fəaliyyətinizə birbaşa təsir edən ən vacib ikisinə fokuslanacaq. Bu bir pəncərə prinsipi sözün əsl mənasında sahibkarlar üçün bir inqilabdır. Nə deməkdir bu? O deməkdir ki, artıq idarədən idarəyə qaçmağa, müxtəlif qapıları döyməyə ehtiyac yoxdur. Bir yerə müraciət edirsiniz və salam, qalan bütün koordinasiyanı həmin qurum özü həll edir. Məqsəd də çox aydındır. Sizə vaxta qənaət etdirmək, pula qənaət etdirmək və əlbəttə ki, əsəblərinizi qorumaq. Bu prinsip birbaşa sizin səmərəliliyinizi arttırmaq üçün düşünülüb. Bu da növbəti super prinsip. Baxın, bu qayda dövlət orqanlarını daha operativ işləməyə məcbur edir. Yəni, əgər qanunla müəyyən edilmiş vaxtda sizə bir cavab gəlmirsə, deməli, cavab müsbətdir. Onların susmağı sizin üçün hə deməkdir. Yaxşı, bu qədər nəzəriyyə bəsdir. İndi keçək işin praktik tərəfinə. Lisenziya və ya icazə almaq üçün konkret olaraq nə etmək lazımdır? Proses necə işləyir? Artıq hər şey rəqəmsallaşıb. Sizin ilk və tək ünvanınız lisenziyalar və icazələr portalıdır. Bütün proses bu vahid onlayn sistem üzərindən idarə olunur. Bu da təbii ki, şəffaflığı və əlçatanlığı təmin edir. Proses özü çox aydın və məntiqlidir. 4 əsas addımdan ibarətdir. Birinci, sənədlərinizi təqdim edirsiniz. İkinci, onların tamlığı yoxlanılır. Üçüncü, məzmununa baxılır, lazım gələrsə başqa qurumlardan rəy alınır. Və dördüncü, yekun qərar verilir. Ya hə, ya da rəsmi imtina. Yadınızdadır bayaq danışdığımız o susmaqla razılıq prinsipi? Bax bu rəqəmlər həmin prinsipə birbaşa bağlıdır. Deməli, müraciət etdiniz, sənədlər qeydiyyata alındı, icazə üçün 7 iş günü, lisenziya üçünsə 10 iş günü gözləyirsiniz. Əgər bu müddət bitdisə və sizə heç bir rəsmi imtina gəlməyibsə, təbrik edirəm, avtomatik olaraq müraciətiniz təsdiqlənmiş sayılır. Tutaq ki, sənədinizi aldınız, hər şey qaydasındadır. Bəs sonra? İndi gəlin sizin bir sahibkar olaraq öhdəliklərinizə və əlbəttə ki, sizi qoruyan hüquqlarınıza baxaq. Əslində öhdəlikləriniz çox sadədir. 1. Qaydalara əməl edin. 2. Şirkət məlumatlarınızda hər hansı bir dəyişiklik oldusa, məsələn, ünvanınız dəyişdi, cəmi 5 gün ərzində məlumat verin. Və 3. Ən vacibi, bu sənədlər şəxsidir, onları başqasına ötürmək olmaz. Bu qədər. Amma təkcə sizin yox, dövlət orqanlarının da öhdəliyi var. Özü də sizə qarşı. Qanun çox açıq şəkildə deyir ki, əgər onların qanunsuz bir hərəkəti sizə zərər vurursa,
Onlar buna görə məsuliyyət daşıyırlar və siz də həmin zərərin ödənilməsini tələb edə bilərsiniz. Bu, sizin ən böyük hüquqi müdafiənizdir. Və gəldi yekuna. Bəlkə də bütün qanunda sahibkarı qoruyan ən güclü müddəa budur. Nə deməkdir bu? O deməkdir ki, əgər qanunda hər hansı bir boşluq, qeyri-müəyyənlik və ya ziddiyyət varsa, məsələ həmişə və həmişə sizin, yəni sahibkarın xeyrinə həll edilməlidir. Bu, sistemin sizin tərəfinizdə olduğunu göstərən bir qızıl qaydadır. Biz sizə yol xəritəsini təqdim etdik. Artıq haradan başlayacağınızı, hansı prinsiplərə arxalanacağınızı və hüquqlarınızın nədən ibarət olduğunu bilirsiniz. Növbəti addımı atmaq isə sizə qalır. İzlədiyiniz üçün təşəkkür edirəm.